Salam cənab prezident. Artıq biz bacardığımız qədər siqnalları vermişik, amma sizə xəbər necə olur çatmır, biz hələ də bunu anlaya bilməmişik. Nə oldu ya bu qədər çağırışların, bu qədər heç bir şeyin görmədilər. Görürlər, prosta sizə çatdırmırlar. Hər nə. İnşallah indi bu videodan sonra aydın olunar. Ayın 19-u Nəriman Nərimanov heykəli ilə üzbəyüzdə söküntü eləyən Alyans şirkəti İlham Bağırov söküb evi, qadının evini söküb, digər sakinlərin də evini çatladıb. Yəni 2 dənə orada ev qalıb, belə deyək, 2 dənə mülk qalıb, amma o ikinci mülkdə, o sökülməyəndə hələ ki çatladılanda 4 dənə ailə yaşayır, balaca evlərdə vermirlər pulunu. Ayın 19-u da qadının məhkəməsidir. Şahidlərlə, bütün sübutlarla artıq 20-dən çox məhkəmə olunub. Hələ də bunlar öz kefindədir. Hakim Aytəkin də adı, Aytəkin müəllim. Familiyası yadımdan çıxdı. Bundan əvvəlki videoda qeyd eləmişəm. Hələ də deyir ki, mən bilmirəm necə olacaq. Sən necə hakimsən ki, bilmirsən necə olacaq. Mənim başım çıxmır. Yəni sənə gəlib deyəcəklər ki, yaxşı, cəhənnəm, biz verək bunun pulunu, çıxsın getsin. Yaz ki, hə, razıyıq, yola verək, çıxsın getsin, bezdik bizdə dayı. Ondan sonra deyəcəksən ki, hə, mən bilirəm necə olacaq və ondan sonra sən qərar verəcəksən. Mənim başım çıxmır, bu qanunu icra edən hakim niyə belə qanunları belə bu cür formada iyrənc vəziyyətə salıb, insanları irgəndirir həyatdan, bu qədər əziyyət verir sakinlərə, mülki işləri özdə, evdir bu. Mülki iş niyə belə çətinləşir bizim ölkədə, mənim başım çıxmır. Niyə görə bu insan əziyyət çəkməlidir, haqlı olduğu halda? Niyə? Zəhmət olmasa, indi bundan sonra bu qədər, bundan sonra sizin bütün fəaliyyətinizi, bütün hamısını işıqlandıracağam. Onda qoy prezident görsün və sizlə, siz elə hakimlikdən də qoy çıxartsın. Siz belə hakimlər bizə alaq. Biz xalqıq, biz seçməliyik də, hə? Bizə sərf eləmir, bizə xoş deyil sizin kimlər. Çünki siz düzgün qərar vermirsiniz, haqqın yox, haqqın yanında olursunuz. Yaxşılardan uzaq, yaxşılar da var. Yasamal rayonunda tanıdığım insanlar var, adlarını çəkmirəm. Həqiqətən də çox yaxşı hakimlərdir. Allah onlardan razı olsun. Amma siz bu günə kimi uzatmaqda səbəbi ya puldur, rüşvətdir, ya nədirsə, ya da ki, hardansa, kimdənsə qorxu tapşırığıdır. Qorxu ilə gələn tapşırıqdır. Xahiş edirəm, cənab prezident, bunlarla tədbir görün. Bu insanları yola salsınlar. Bu İlham Bağırovla da xüsusən tədbir görün. Bezdirib bu. Hər yanda qatıq-qatıq hərəkətlər edir. Cəmaatı bezdirib. Ağzıma gələni demək istəyirəm, prosta özümə layiq bilmirəm. O layiqdir. Sağ olun.